Salam əziz şagirdlər, uzun bir aradan sonra hər birinizi xoş gördük. Bugün RFM riyaziyyatından seçilmiş müəyyən sualların həllinə baxacağıq. Vaxt itirmədən suallara keçək. İlk sualımızla başlayaq. Bizi bildirir ki, ABC burada rəqəmdir. ABC-nin cəmi 12-dirsə, bu cəmin vergüldən sonraki hissəsi neçə olacaq? Burada ola bilər ki, müəyyən ABC-yə rəqəmlər verərək cavabınızı tapa da bilərsiniz. Amma ən asan üsulu nə olacaq? Biz bunları gəlin alt-alta yazaq. Alt-alta yazıb topladıqda nə görəcəyik? C-A-B. Bu üçünün cəmi bizə məlumdur ki, 12-dir. 2 yazırıq bir yadda. Eyni qaydada B-C-A cəmi 12-dir. Üstünə də bir yaddan gələndə 13 bir yadda. ABC-nin cəmi yenə 12-dir. Bir yaddan da gələndə olur bizə 13 tam %32. Bu ifadənin cəmi 13 tam %32 olacaq. Amma bizə vergüldən sonraki hissə neçə olacaq soruşur deyə biz 32-ni götürmüş oluruq. Keçirik 16-cı olan suala. 2020 nəfərin iştirak etdiyi imtahanda Ləmandan az bal toplayan şagirdlərin sayı çox bal toplayan şagirdlərin sayının 2 dəfə çox olmuşdur. Ləman bu imtahanda əvvəldən neçənci yerdə olmuşdur? Deməli, bizim 2020 nəfərimiz var. Ortada Ləman durub. Sağdakılar Ləmandan olsun çox yığanlar, soldakılar Ləmandan az yığanlar. Ləmandan az toplayanlar çox yığanların 2 qatıdır. Mən çoxları bilmədiyimə görə onlara x, azlara isə 2x demiş olacağım. 3x bərabərdir 2019. Niyə 2019 olduğunu soruşsanız? Çünki Ləman bir nəfərdir. 2020-dən onu çıxıram. Digər az və çox bal toplayanların cəmi qalır 2019. Buradan x-imizi hesablasaq, 2019-u 3-ə bölərik. Orada da x bizə verər 673. Yəni, çox bal yığanların 673 nəfərdir. Bizdən də elə nə soruşur? Əvvəldən neçənci yerdədir və sırada bilirik ki, çoxdan aza doğru getdiyinə görə 673 nəfər Ləmandan əvvəl var. Ləman artıq 674-cüdür. Yəni, cavab C variantı. Keçirik növbəti suala. ABC müxtəlif natural ədəddir. A çıx B bölsə 33 olduğuna görə bizdən AB çıxılsın C-nin ala biləcəyi ən kiçik qiyməti soruşur. Ən kiçik qiymət alınması üçün burada biz bilirik ki, AB hasilimiz var. Bu bizim ən kiçik olmalıdır ki, təbii ki, böyük olsa biz ifadənin kiçik qiymətini tapa bilməyəcəyik. Biz nə görürük buradan? Düşünək ki, B bölsə nisbəti ən kiçik nə ola bilər? 1 ola bilər. Amma bizə burada nə deyir? ABC müxtəlif natural ədədlərdir. Bir o halda olur ki, B ilə C bir-birinə bərabər olsun. Onda B bölsə nisbəti deməli 2 imiş. Bu halda A neçə imiş? A-nın qiymətini artıq tapdıq ki, 35-dir. B bölsənin də 2 olması üçün biz B-ni ən kiçik götürməliyik. Ona görə B-ni 2, C-ni 1 götürə bilərik. Bu halda A-nı B-yə vuracaq. Yəni 35-i 2-yə vuracam. 70, 1 çıxacam, 69. Cavab D variantı. Növbəti bir məsələmiz var. Gəlin sol tərəfi, sağ tərəfimizi silək. Kitabı səhifələmək üçün 2933 rəqəm istifadə olunmuşdur. Kitab neçə səhifəlidir? Birinci, mən özümü çaşdırmamaq üçün addım-addım gedirəm. Başlayıram ki, kitabı səhifələməyə başlayanda mən deyirəm ki, 1-dən başlayıram. Birinci tək rəqəmlərimi deyirəm. 1-dən 9-a kimi. 9 rəqəm istifadə elədim. Başlayıram sonra 10-dan 99-a qədər. Burada artıq mənim 90 ədədim var. Rəqəm söhbətinə görə 90 vur 2, 180 rəqəmim olacaq. 2 rəqəmindən sonra təbii ki, 3 rəqəmimiz gəlir. 100-dən ta ki 999-a. Burada da bizim 900 dənə ədədimiz var. Yəni 2700 rəqəmimiz olacaq. Görürəm ki, biraz cəmə yaxınlaşmış kimiyəm. Ona görə birinci əlimdə olanları toplayıram. 2700 üstə gəlir 180, üstə gəlir 9. Bu da bizə verir 2889. Çünki bundan sonra artıq 4 rəqəmini keçəcəm. Deyirəm ki, 2933-ə çatmağa neçə rəqəm qalıb? 2933-dən gəlin alt-alta çıxaq. Rahat olsun.
çıxıb fərqi tapıram. Artıq silək. 13-dən 9 çıxıram 4, 12-dən 8 4, 44. 44-dür. Bundan sonra gələnlər imma 4 rəqəmi olacaq deyə mən 999-dan sonra 11 dənə ədəd yazmalıyım. 11-ci ədədim nə olacaq? 999-un üstə 11 gəlsəm olacaq 1010. Növbəti sual. Sahib tərəfləri 98 və 56 sm olan bir düzbucaqlı şəkil. Aydın isə bu düzbucaqları kvadratlara bölür. Ən az neçə kvadrat əldə edər? Deməli, mən bunun üçün düşünürəm ki, mən ən az sayda kvadrat əldə etmək üçün tərəfi ən böyük kvadratlara bölə-bölə getmişəm ki, daha nə olub? Daha az kvadrat sayım çıxıb. Birinci, ən azın tərəfi 56-dır deyə deyirəm ki, tərəfi 56 olan bir kvadrat ayırım. Təxminən bu şəkildə. Düzdür, indi burada bizim ölçülərimiz qəşəng görünməyəcək. Tərəfi 56 olan bir kvadrat ayıranda bu tərəfə qalır 42, 56. Sonra yenə ən kiçik tərəfimə uyğun 42-yə uyğun bir dənə kvadrat ayırdım. Tərəfi 42 oldu. Onda aşağı hissəyə 14, bu hissəyə 42 qaldı. Eni 14, uzunluğu 42 olan, buradan da 3 dənə hər tərəfi 14 olan kvadrat çıxarda bilərəm. Çünki 42 14-də nə edir? Tam bölünür. Bir kvadratın burada, ikisi burada 3, 4 və 5 kvadrat. Cavab C variantı. 16-cı sual. 30 metr, 42 metr və 36 metrlik metal lövhələr bərabər hissələrə bölünməlidir. Usta lövhələrin hər kəsimi üçün 12 manat alır. Usta ən az neçə manat alaraq bu işi görür. Mən deməli, birinci sözüm burada bərabər hissələrə bölməliyəm. Bərabər hissə sözü eşitdimsə yadıma əbub düşməlidir. Çünki baxmalıyım ki, bu 30, 42 və 36 bərabər hissələrə, yəni neçə santimetr hissələrə bölünə bilər? 30, 42, 36. Aydındır ki, bunların hər biri 6-ya bölünəcək. Yəni bunlar 6 santimetrlik hissələrə bölünməlidir. Mən 30 metri 6 metrlik hissələrə böləndə neçə dəfə kəsmiş olaram? Yəni 30-un içində 6 5 dəfədir. Amma mən 5 dəfəni almaq üçün neçə dəfə kəsirəm? 4 dəfə. Gəlin baxaq. Biri kəsdim artıq. 2, 3, 4. Həqiqətən saysaq 1, 2, 3, 4, 5. 5 vur 6 yenə də 30 verir. Həmişə bu kəsim məsələlərində bir dənəsini çıxmaq lazımdır. Düşünün ki, bir çörəyi 2 hissəyə ayırmaq üçün neçə dəfə bıçaqla kəsirsiniz? 1 dəfə. Bu da həmçinin o şəkildə. Deməli, mən 30 metri kəsən, 30 metri böldükdə 4 dəfə kəsim edəcəm. 42 metri 6 metri hissələrə böləndə 7 hissə düşür. Amma mən bunu 6 dəfə kəsəcəm. Çünki mən kəsimə pul verirəm. 36 metrliyi də 6 metrə böləndə 6 dənə içində yerləşir. Amma mən yenə 5 dəfə kəsim etmiş olacağım. Bunları topladıq. Elədir 15 kəsim. Hər kəsimə 12 manat verdiyinə görə 15-i 12-yə vuraraq cavabımı 180 alacağım. Növbəti sual. Bir şüşə qabda bir bakteriya var. Bu bakteriya ilk saniyədə 2 yerə bölünür. İkinci saniyədə yenə də hər bir bakteriya 2 yerə bölünür. Bu şəkildə davam edir. 30 saniyəyə qab tamamilə dolur. Bizdən qabın yarısı neçənci saniyədə dolduğunu soruşur. Fərz edirəm ki, mənim bir dənə qabım var. Bura bir dənə bakteriya atdım birinci saniyədə. Daha doğrusu birinci saniyədə 2 yerə bölünür. Bunu 2 yerə böləndə 2 dənə bakteriyam yarandı. İkinci saniyədə bunların hər biri yarıya bölünür. Yəni bu da yenə yarıya bölünür. Bundan bir dənə çıxır. Bu da yarıya bölünür. Bundan bir dənə çıxır. Yəni 2 idilərsə olurlar 4. Mənə deyir ki, bu qab tamamilə 30-cu saniyədə dolur. Bəs bunun yarısı neçənci saniyədə dolmuşdur? Baxın. Yarı söhbəti nədir? Məsələn, bir almanın yarısı götürəndə buradan bir almalar çəkək belə. Almaların yarısıdır. Bu almanı üst-üstə tutuzduranda bizə bütöv bir almanı verir. İndi burada da əvvəl yarıymış ki, bunların yarısı nə olub? Hərəsi bir dəfə yarıya bölünüb deyə gəlib üstü tamamlayıblar. Yəni bu proses 29-cu saniyədə olub ki, yarısı dolub. Artıq 30-cu saniyə keçəndə buradakıların hər biri yarıya bölünərək şüşəni doldurur. Yəni cavabımız 29-cu saniyədə olmuş olar. Belə uzun
müddətdən sonra davam etdiyimə görə belə sadəcə maraqlı suallar seçmişdim. Əgər sizə də maraqlıdırsa, növbəti dəfələrdə bu videoların davamı gələcək. Bunun üçün kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Sağ olun, növbəti videolarda görüşənədək.